Salam dəyərli izləyicilər, əziz kanalımızdan minnətdarıq. Xoş gördük hər birinizi. Bu günləri Yeni Yasamalın tam mərkəzində Bravo Marketin qarşısında 18 mərtəbəli yeni tikili binanın 17-ci mərtəbəsində qanuni 3 otaqlı yelçəkər bir mənzil sizlərə çəkib təqdim edirəm. Mənzilimiz qeyd etdiyim kimi qanuni 3 otaq 115 kvadrat müsahidən ibarətdir. 18 mərtəbəli yeni tikili qazlı kupçalı binanın 17-ci mərtəbəsində yerləşir. İşıqlı gün düşən bir mənzildir. Hal-hazırda gördüyünüz kimi mənzilin qonaq otaq hissəsindəyik. Qonaq otağımız kifayət qədər geniş ölçüyə malikdir. Gördüyünüz kimi bu formadadır. Qonaq otağında mənzilin eyvanlar çıxışımız da mövcuddur. Orada kombi aparatını və qaz sayğacını görürsünüz. 115 kvadrat müsahidən ibarətdir mənzil. Qonaq otağını sizlərə göstərdim. Burada mənzilin mətbəx hissəsi yerləşir. Gördüyünüz kimi mətbəx mebelimiz də quraşdırılmış şəkildədir. Yaxşı vəziyyətdədir. Az öncə göstərdiyim eyvana mətbəxdən də keçmək mümkündür. Tam yelçəkər bir mənzildir. Həm binanın həyət istiqamətində, həm də arxa istiqamətində baxışı var. Gəlirik mənzilin dəhliz hissəsinə. Giriş qapımızı görürsünüz. Giriş qapıdan daxil olduqda belə bir dəhliz hissə bizi qarşılayıb. Burada mənzilin qonaq otağı və mətbəx hissəsi yerləşir. Sanitar qovşağımız və sağ-sol tərəfdə isə mənzilin yataq otaqları yerləşməkdədir. Burada mənzilin böyük yataq otağını görürsünüz, valideyn yataq otağımız. Burada olduqca geniş bir ölçüyə malikdir. Gördüyünüz kimi işıqlıdır, gün düşəndir. Bu tərəfdən də göstərim sizə. Binada qaz su işıq fəaliyyəti daimidir. Geniş həyəti var binanın. İnfrastrukturlar zəngin bir ərazidə yerləşir. Yeni Yasamalın tam mərkəzi Bravo Marketin yanında yerləşir. Burada isə mənzilin sanitar qovşağı yerləşir. Gördüyünüz kimi təmirlidir və lazımi aksesuarlarla təmin olunmuşdur. Və bu hissədə isə mənzilin 3-cü otağı olan 2-ci yataq otağı yerləşir. Buradan da eyvana çıxışımız mövcuddur. Gördüyünüz kimi bu otağı da gördünüz. Mənzil haqqında ümumi məlumat verim sizlərə. Mənzilimiz yerləşir Yeni Yasamalda, Günəş Petrolun arxasında Əsəd Əhmədov küçəsi Bravo Marketin tam yanında yerləşir. Yeni Yasamalın ən mərkəzi, tam mərkəzində yerləşir. Qanuni 3 otaqdır, 18 mərtəbəli yeni tikili qazlı kupçalı binanın 17-ci mərtəbəsində yerləşir. 115 kvadrat müsahidən ibarətdir. Tam yelçəkər bir mənzildir. Həm həyət istiqamətində, həm də arxa tərəfə baxışı var. Binada qaz su işıq fəaliyyəti daimidir. 2 sürətli lifti mövcuddur. İnşaatçılar metrosuna cəmi 5 dəqiqəlik piyada məsafəsi var. Sənədlər tam qaydasındadır. Mənzilin qiyməti 209.000 manat təşkil edir. Real azı ilə qiymətdə cüzi razılıq əldə olunacaqdır. Mənzil haqqında bu qədər. Sona qədər izlədiyiniz üçün təşəkkürlər.